Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcərdə Atavilən məhəlləsi deyilən ərazidə, 3 sotun içində, məktəbə yaxın ərazidə, quru ərazidə, nəmişlik olmayan ərazidə 4 otaqlı, 6 qararlı geniş bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izin ki, haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram, gördüyünüz kimi bu evin xarici görünüşüdür. Evin sənədi bələdiyyə sənədidir, arxivli sənəddir, kupsiyə gedən sənəddir. Gördüyünüz kimi bağı, bağçacı, yaşıllığı var, üst sotun içində inşa olunub. Demək, 6 qarajlı qoşa daşdan kuru qabı inşa olunub, şəxsi tikilidir. Gördüyünüz kimi burada kombi sistemləri ayrıdır, pitmütka ayrıdır. Evin artıq əşyalarını yığmaq üçün belə altında hündür, rahat beşlər yığmaq üçün əlverişlidir, kürsülüdür. Gördüyünüz kimi də ərazisidə bax, quru ərazi, bir dənə nəmişlik yoxdur. Görürsünüz, hörmətli izləyicilər, ərazi cəhətdən çox qurudur. Atavilən məhəlləsində məktəbə yaxın ərazidə yerləşir. Atavilən məhəlləsini bilənlər bilir, hörmətli izləyicilər. Demək, gördüyünüz kimi də bağı, bağçasıdır. Girən indi evin içi ilə tanış olaq. Demək, daxil oluruq buradan yuxarı. Bax, hörmətli izləyicilər, evin yan tərəfləri açıqdır, havalanmaya tam uyğundur. Kəmər atılıb, qoşadaş, fundament fırılıb, oturulmuş evdir. Hal-hazırda yaşayışlı evdir. Qalxırıq buradan yuxarı. Qalxan kimi dəhlizin onu hardasa 1.30-1.40 olar. Gördüyünüz kimi tavanları 3 metrdir. Yaşayışlı evdir. Girən kimi sağ tərəfdə mətbəxdir. Mətbəxi hardasa 14-15 kvadrat olar. Mətbəx mebellər zaten hamısı kombilər evin üstündə qalır. Bütün evlərdə olduğu kimi. Sağda burada bir uşaq otağıdır. Hörmətli izləyicilər. Pəncərələr də görürsünüz, ham bütün otaqlarından tam rahat işıq düşür. Ev havalanmaya tam uyğundur. Burada da 12-14 kvadrat olar. 12 rahat var, hörmətli izləyicilər. Solda qonaq otağıdır. 380 hardasa təxmini 657 metrə yaxında. İndi boylar düzdür, köhnə təmirdir, amma əslində ev oturmuş evdir, yaşayışlı evdir, qoşadaşdır, hündürlükdə göz qabağında. Demək, hörmətli izləyicilər, sağda burada geniş bir 15-16 kvadratlıq bir yataq otağıdır. Buradan da rahat pəncərəsindən tam rahat işıq düşür, havalanmaya tam uyğundur. Pəncərələri rahat işıq düşdüyü kimi də evin genişliyi də göz qabağında. Gördüyünüz kimi təmirdən normal. Kim istəsə indi yeni müasir aboylardan istifadə edə bilərlər, amma hal-hazırda gördüyünüz kimi də evin təmiri qaydasındadır. Burada da hardasa 14 kvadratlıq bir yataq otağıdır. Gördüyünüz kimi də yenə buranda pəncərəsindən tam rahat işıq düşür, havalanmaya tam uyğundur. Sonda dəhlizin sonunda burada bir sanuzeldir. Gördüyünüz kimi də sanuzeli tam tamiri vəziyyətdədir, hazır vəziyyətdədir. Hörmətli izləyicilər, kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlasın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Sec Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətli evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırıb, kodları götürmək yaddan çıxmaz, hörmətli izləyicilər. Demək, nəzərinizə bir də bir şey çatdırım, hörmətli izləyicilər. Bəyənməyi mütləq unutmayın. Yəni, mütləq bəyənin ki, hamı evləri görə bilsin, ev axtaranlar üçün daha əlverişli olsun. Bəyənməyi mütləq bəyənin, hörmətli izləyicilər. Qiymət də 129.000 start qiymətdir, arxivli bələdiyyə sənədidir. Real alıcısa endirmə birbaşa sahibinə danışacaqsınız. Son söz, hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.